Fiquranın sahəsi mövzusunun növbəti bölməsi trapesiyanın sahəsi. Baxaq, nə deyir? Birinci sual. ABCD trapesiyasında SABD bu üçbucağın sahəsi 100-dürsə AZD-nin sahəsi nədir? Yadda saxlayın. AD, məsələn, böyük oturacaq olaraq yazsaq. Bura bir dənə H çəkdim, hündürlük. ABD-nin sahəsi bərabərdir 2D1 AH. Bəs ACD-nin sahəsi oturacaq eynidir, hündürlük də eynidir. Bu da bərabərdir. Yəni bu ABD-nin sahəsidir. Həm də SACD-nin sahəsi olacaq. Yəni bir-birinə bərabərdir qısacası. Sadəcə izahını vermək istəyirdim. İkinci, ABCD trapesiyasında ABC-nin sahəsi 80-dirsə, BCD-nin sahəsi də 80. Yenə eynidir. Oturacaq eynidir, hündürlük çəksək, hündürlük hər ikisi üçün də eynidir. Bunun uzantısına çəksək də, bunun uzantısına çəksək də bu oturacaq olaraq nəzərdə tutacaq. Sahələr bərabər olmuş olur. Üçüncü, ABCD trapesiyanın sahəsini tapın deyir. Hər bir xananın sahəsi 1-dir. Yəni tərəfin uzunluğunu 1 götürsək, trapesiyanın sahəsi üçün bizə oturacaqlar lazımdır. 1, 2, 3, 4, 5. Kiçik oturacaq 5-dir. Üstə gəl. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 də böyük oturacaqdır. Bölünsün 2, vurulsun H. 1, 2, 3, 4 də H-dır. Bu bəs edir bizə. 5, 11, 6, 16 yəni 2'ye də vurduq, 32. Bizdən sahəni istəyir, bu olmuş olur. Bunu özünüz yazarsınız, 4 də eyni sualdır. 5-ci sual. Trapesiya sahələri eyni olan parallelogram və üçbucağa ayrılmışdır. Bunu çəkək indi. Görək nə deməkdir bu. Bir trapesiyamız və sahələri bərabər olan deyir ki, həm parallelograma, həm də üçbucağa ayrılmışdır. Bu necə ola bilər? Məsələn, tutaq ki, belə bir şey, məsələn, tutaq ki, şimdi bunu tam düşünün. A, B, C, D, buna bir dənə Y nöqtəsi desək, sahələri eyni olan parallelogram və üçbucağa ayrılmışdır. İndi deyək ki, budur. Yəni, bu nə zaman olur? Trapesiyanın bu körbucaq təpəsindən buradan bir dənə AB-yə paralel nüsxət çəkəndə olmuş olur. Başqa cür olmur. Trapesiyanın kiçik oturacağının uzunluğu 5-dir. Onun böyük oturacağının uzunluğunu tapın. Burada bir A desək, buradan bir dənə hündürlük çəkməklə H desək buna. Buradan da bir dənə hündürlük çəkirəm. Bu da H, eyni H-dır. İndi bu parallelogramın sahəsi 5 vurulsun H-dır. Üçbucağın sahəsi 2D1 A vurulsun H-dır. Bu H-lar ixtisar gedər. A bölünsün 2 əgər 5-dirsə A bərabər olur 10-a. Bu 10-dursa, indi şəkildə oxşamasa da, buranın ümumi uzunluq edəcək 15. Böyük oturacağın uzunluğunu istəyirdi. Bu şəkildə olacaq. 6-cı sual. Bir dənə yer açın burada. Bizə lazım olacaq. Deyir ki, üçbucağın A tərəfinə paralel olan düz xət bu üçbucaqdan sahəsi üçbucağın sahəsinin 75%-nə bərabər olan trapesiya ayırır. Çəkə-çəkə oxudum. İndi bir dənə bunu tam çəkim. Ondan sonra bir daha oxuyaq. Aha, tutaq ki bu. Paralel bir düz xət çəkmişik. Tərəfi də A-dır. Üçbucağın bu tərəfinə paralel bir düz xət. Bu trapesiyanın sahəsi üçbucağın sahəsinin 75%-dir. 75%-i biz kəsrlə yazmaq istəsək, nə olur bu? 4'də 3 olmuş olur. Yəni 100'ə bölürük də kəsrə çevirəndə. 4'də 3 hissəsi. 4'də 3 hissəsi o demək ki, bunun sahəsinə 3K desək, bura K olur. Və bunlar paraleldirsə, bu nə zaman olur belə? Bu yalnız və yalnız orta xət olanda olur. Orta xət olanda buradan ayrılan üçbucağın sahəsi ümumi üçbucağın sahəsinin 4'də 1-dir. Bu da trapesiya 4'də 3 olmuş olur. Düz xəttin üçbucaq daxilində qalan parçasının uzunluğu 6-dırsa, bura 12 olmuş olur. Cavab Y-bəndir. Diaqonalları qarşılıqlı perpendikular olan düzbucağın trapesiyanın böyük diaqonalı 5'dir, hündürlüyü 3'dür, trapesiyanın sahəsini tapın. Çəkək bir dənə buradan bir düzbucaqlı trapesiya. Görək, söhbət nədən gedir. Düzbucaqlı trapesiya, xəttlərlə çəkin, düz xəttlərlə belə. Bu oldu bizim düzbucaqlı trapesiyamız. Böyük diaqonalı 5'dir. Bunu deyir. Bir də diaqonallar perpendikulyardır. Digərini də çəkeyim. Bu
Bu şəkildə. Diaqonallar da perpendikulyardır. Böyük diaqonalı 5-dirsə, hündürlüyü 3-dürsə, bura olur 4. Bu 1. İndi bizdən trapesiyanın sahəsini istəyir. Trapesiyanın sahəsi üçün bizə nə lazımdır? Kiçik oturacaq lazımdır. Kiçik oturacaq nətə taparıq? Bilirik ki, trapesiyanın diaqonalları düzbucaqlı trapesiyadan söhbət gedir. Əgər qarşılıqlı perpendikulardırsa, bu h, bura b, burada a desəydik, onda h kvadratı bərabər idi a-b düsturu. Yəni 3-ün kvadratı bərabərdir 4 vurulsun b. B bərabərdir 9 bölünsün 4. İndi sahəsi hesablayaq. Trapesiyanın sahəsi demək a üstə gəl b bölünsün 2 vurulsun h. Yəni a 4-dür, b 4-də 9-dur, bölünsün 2, h da 3-dür. Bu nə eləyir? Bərabərdir. Bu eləyəcək demək 4-də 25 vurulsun 3 bölünsün 2. Yəni 75 bölünsün 8. 9 tam 8-də 3 C bənd olacaq. Davam edirik. 8-ci sual. Düzbucaqlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikularda oturacaqları 12 3 olarsa trapesiyanın sahəsini tapın. Burada artıq çəkməyə ehtiyac yoxdur. H kvadratı bərabərdir AB düsturuna görə 12 vurulsun 3. H bərabərdir 6 olmuş olur. Onda S bərabərdir 12 üstə gəl 3 bölünsün 2 vurulsun 6. Yəni 15 vurulsun 3 45. 9-cu sual. ABC trapesiyasında ABCD paraleldir. AD ilə də BC bərabərdir. Yəni burada bərabər yanında trapesiya olur olmasından. Sonra da DB'nin BC'yə perpendikularlığını verir. Burada indi diqqətli olmaq lazımdır ki, elə bir şey çəkək ki, olsun. İndi adlandırmanı necə eləyək? AD ilə BC bərabərdir. Buradan başlasaq bu səfər ABCD. Bunlar bərabər olur olmasına. Sonra da BD, olur. Bunu da çəkək. Bu şəkildə. BD də BC-yə perpendikulardır. Belə olur. Bunlar bərabərdir, yan tərəflər. İndi CD 34-dür. AB 16-dır. Bizdən trapesiyanın sahəsini istəyir. Körbucaq təpəsindən hündürlük çəkəndə böyük oturacaqdan bu hündürlüyün ayırdığı hissələr nə olur? 34 ilə 16-nı toplayıb yarıya bölürük, bizə verir bu böyük hissəni. 34-dən 16-nı çıxıb yarıya bölürük, bizə verir bu hissəni. 34-dən 16 çıxanda 18, yarıya da böldük 9. İndi biz buradan h-ı tapa bilərik. Məqsəd h-ı tapmaqdır. Düzbucaqlı üçbucaqda epitonu çəkilmiş hündürlüyün xassəsi h kvadratı bərabərdir m-in. Yəni h kvadratı bərabərdir 25 vurulsun 9. H bərabərdir 5 vurulsun 3, 15. Burada oldu 15. İndi S bərabərdir. Oturacaqları 34 üstə gəl 16 bölünsün 2 vurulsun H, yəni 15. 25 vurulsun 15. Bu da 375 eləyəcək. Növbəti suala baxırıq. 10-cu sual. ABCD paralleloqramında A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsir. Çəkək bir dənə indi burada bir paralleloqram. ABCD paralleloqramında deyir ki, A bucağının tənböləni BC tərəfini də adlandırın. A, B, C, D. İndi A bucağının tənböləni çəkdik tənböləni. Y nöqtəsində kəsir. Kəsdi buranı da. Bu da tənböləndir. Bucaq haqqında bizə bir şey verir mi? Verib. BAD 60 dərəcədir. Bura 30, 30 olmuş olur. Bu 30-dursa, daxili çarpaz bucaqlar olduğuna görə bu da 30-dur. Onda bura olur 120 dərəcə. BC 5-dirsə, bura 5, BC də 5-dir. AB 3-dürsə, bura 3-dürsə, görürsünüz, bunlar bir-birinə bərabərdir. 30-30 olduğuna görə. Bura 3, bura 2-dir. Bizdən AYCD dörtbucaq, yəni bu trapesiya alınıb burada. AYCD trapesiyasının sahəsini istəyir. Onun üçün nə edə bilərik biz? Biz buradan hündürlüyü lazımdır da bizə 100%. Hündürlüyünü çəksək, görə hündürlüyünü necə tapa bilərik? Hündürlüyünü çəkdik. İndi bura 3, bura 3-dürsə, bu da 3 kök 3 olmuş olur. 30, 30, 120. Yəni təpə bucağı 120 dərəcə olan bərabər yanlı 3 bucağın yan tərəfləri 3-dürsə, qarşı tərəfi 3 kök 3-dür.
90 dərəcə, 30 dərəcə, burada 60 dərəcədir. 90-ın qarşısında duran 3 kök 3-dürsə, 30-un qarşısında duran bunun yarısı 1,5 kök 3-dür. 30 dərəcə buzaq qarşısında duran kat hipotenuzun yarısıdır. İndi tapdıq. Hündürlük var əlimizdə, oturacaqlar var. S bərabərdir. AYCD-nin sayəsini yazıram. 2 üstə gəl 5 bölünsün 2 vurulsun. Bunu da 2-də 3 eləyək. 2-də 3 kök 3. Bərabərdir 4-də 7. Bu da 3-ə vurduq. 21 kök 3. 4-də 21 kök 3. Digər sual. Bərabəryanlı trapesiyanın sahəsi 3 kök 3-dür. Kiçik oturacağı 2-dir. Çəkək bir dənə burada bir trapesiya. Fiquru bir görək. Görək sonra nə istəyir? Aha. Kiçik oturacağı 2-dir. İti bucağı 60 dərəcədir. Böyük oturacağım bizdən. Sahəsi də 3 kök 3-dür. Buradan yenə bir dənə hündürlük çəksəm. Aha. Buradan da bir dənə hündürlük çəkim. Bura 2 olsun. Bura x, burada x olsun. Bilirik ki, bərabəryanlı trapesiyada hündürlüyün böyük oturacaqdan ayırdığı bax bu hissə hər zaman orta xəttdir. Yəni, bu 2 plus x elə orta xəttdir. Buna da h desək, bura 30 dərəcədir, bu 90 dərəcədir. İndi 30-un qarşısındakı x isə 60-ın qarşısındakı x kök 3-dür. Məsələn, hamısı oldu artıq əlimizdə. S bərabərdir. Birbaşa belə yazaq bunu. Bu orta xəttdir. 2 üstə gəl x. 2 üstə gəl x, vurulsun x kök 3 və bu bərabərdir 3 kök 3-ə. Kök 3-ləri ixtisar elədik. Qaldı x vurulsun x üstə gəl 2 bərabərdir 3-ə. Bu da artıq x-in 1 olduğu burada görünür. Amma kvadrat tənlik kimi necə yazmalıyıq? X kvadratı üstə gəl 2x, 3-ü də keçirik sağdan sola bərabər 0-a. Artıq diskriminantdanmı, viyyətdənmi necə istifadə ediriksə, x1 1-dir, x2 mənfi 3-dür. Mənfi 3 olmaz, 1-i götürürük. Bura 1, bura da 1. Onda böyük oturacaq nə eləyir? 2 üstə gəl 1, üstə gəl 1, yəni 4-ə bərabərdir. 12-ci sual. Bərabəryanlı trapesiyanın sahəsi 6 kök 10-dur, yan tərəfi 6, iti bucağı 30-dur. Eyni sualdır, sadəcə görürsünüz, fərqlidir da rəqəmlər. Özünüz yazarsınız. 13-cü sual. Burada diagonal istəyir 12-də. Tamam, düzəldək bunu indi, yazım. Orada böyük oturacaq idi, burada diagonal istəyir, düzəldir. Bərabəryanlı trapesiya. Əslində elə çox da fərqli bir şey deyil, sadəcə eyni proses gedəcək. Sonda diagonal istəyir bizdən. Diagonalı çəkdim. Buradan hündürlüyü də çəkdim. Lazım olacaq. Aha. Trapesiyanın sahəsi 6 kök 10-dur. Yan tərəf 6-dır. Yan tərəf 6-dır. İti bucağı 30 dərəcədir. İndi 90-ın qarşısındakı 6-dır, 30-un qarşısındakı 3-dür. Bura həmişə oturacaqlar cəminin yarısıdır. Yəni A plus B bölünsün 2-dir. Burada demişdik ki, A çıxılsın B bölünsün 2-dir. İndi burada B'dir, bu heç. Bura ümumilikdə A'dır. Belə olanda olur. İndi bu H-dır, bu orta xəttdir. Bu ikisinin hasili bizə verib 6 kök 10. Bunu bir M-lə işarə eləsəm, o zaman 3 vurulsun M bərabərdir 6 kök 10 deməkdir. 3-dən 6-nı ixtisar edəndə M bərabər olur 2 kök 10. Bura olur 2 kök 10. Bu 2 kök 10'dur, bu 3'dürsə, burada diagonal olaraq götürsək, D kvadratı bərabərdir 3-ün kvadratı üstə gəl 2 kök 10'un kvadratı. Yəni 9 üstə gəl 40 edəcək 49. D kvadratı 49 ise D ilə bərabərdir 7-yə. Cavab A-dır. Növbəti sual. ABCD trapesiyasında SAOD 8'dir. Bunun sahəsi 8'dir. BOC'nin sahəsi 2'dir. Trapesiyanın sahəsini. Buna S1 deyək, buna da S2 deyək. Hər zaman trapesiyada diagonalları çəkəndə burada kəsişmədən 4 dənə üstbucaq alınır. Solda alınan üstbucaqla sağda alınan üstbucağın sahəsi bir-birinə bərabərdir. Və kök altında yuxarıdakı və aşağıdakı üstbucaqların sahələri hasilində bərabərdir. 2 vurulsun 8, 16 bu da 4. Demək, bura 4'dür, bura 4'dür, bura 2'dir, bura 8'dir. Yəni,
2 üstəgəl 8 üstəgəl 4 üstəgəl 4 eləyəcək 18. Bax, ümumi sahə 18-ə bərabərdir. 14 də onun kimidir? Özünüz yaza bilərsiniz. 15. Düzbucaqlı trapesiyanın kiçik diaqonalı onu 2 bərabər yanlı oxşar üçbucağa ayırır. Düzbucaqlı trapesiya çəkirik. Kiçik diaqonalı. İndi düzbucaqlı trapesiyanın kiçik diaqonalı onu 2 bərabər yanlı oxşar üçbucağa. Bərabər yanlı bu 90-dır. Demək ki, bunlar bərabər olmalıdır, bərabər yanlı olması üçün. Ümumiyyətlə, bərabər yanlı, daha doğrusu oxşar üçbucaqlar, bucaqları bərabər olan üçbucaqlardır. Demək ki, bu düzbucaqlı üçbucaqdırsa, burada alınan da düzbucaqlı üçbucaqdır. Bu iti bucaqdır. Bu da iti bucaqdır, çünki düzbucaqdan çıxan şüadır. Məcbur bura 90 olmuş olur. Və bərabər yanlı olması üçün də 45, 45, 90 olmuş olur. Bu da 45, 45, 90 olur. İndi, bura A desək, bura A'dır. Bu olur A kökdə 2. 45, 45, 90'a görə. İndi bərabər yanlı olduğuna görə bu da A kök 2-dirsə, bu da A kök 2-dir. Və bura nə olur? 2A olmuş olur. İndi bizə nə deyir? Trapesiyanın sahəsi 96-dırsa, hündürlüyünü tapın. Hündürlüyü ad. Sahəsini necə tapırıq? Oturacaqları cəmi A üstə gəl 2A bölünsün 2, vurulsun hündürlük və bu bərabər 96-ya. Yəni 3A kvadratı, 3A vurulsun A, bölünsün 2 bərabərdir 96-ya. 3A kvadratı bərabərdir 2 vurulsun 96-ya. A kvadratı bərabərdir 2 vurulsun 96 bölünsün 3. 96 ilə 3-ü ixtisar edirik. Burada qalır, neçə qalır? 32. Bu da 2-ni 32-yə vurduq, 64. A kvadratı 64 isə A olur 8. A ilə bizə hündürlüyü verir, bizdən də hündürlüyünü istəyir. Cavab 8. Növbəti sual 16. Paralleloqramda AF-in FD-yə nisbəti 5-in 4-ə nisbətidir. Bura 5K-dır, bura 4K-dır. S, BCDF bölünsün ABF. Bunu soruşur bizdən. Bura 5, bura 4-dürsə, bu olur 9K. Bu da hündürlük çəkdik. Bu hündürlük həm bu üçbucağa aiddir, həm də trapesiyaya aiddir. Onun üçün də nə edirik? Birinci bu üçbucağın sahəsini yazın. Birinci trapesiyanı istəyir. SBCDF bərabərdir. Oturacaqları 4K üstə gəl 9K bölünsün 2 vurulsun H. Yəni 2-də 13K vurulsun H. SABF bərabərdir. 2-də 1, 5K vurulsun H. Yəni 2-də 5KH. İndi SBCDF bölünsün SABF bərabərdir. 2-də 13KH bölünsün 2-də 5KH. 2-lər KH-lar 7 qaldı. 13 bölünsün 5. Növbəti sual 17. Eyni suallar, özünüz yazarsınız artıq. 18. Diaqonalı böyük oturacaqla 45 dərəcə bucaq əmələ gətirən bərabəryanlı trapesiyanın sahəsi verilib bizə. Çəkirik. Bərabəryanlı trapesiyamızı da çəkirik. Bunu da çəkdik. İndi deyir ki, trapesiyanın diaqonalı böyük oturacaqla 45 dərəcə bucaq əmələ gətirir. Diaqonalı böyük oturacaqla 45 dərəcə bucaq əmələ gətirir. Gətirdi. Sahəsi 144-dür. S bərabərdir 144-ə. İndi bilirik ki, trapesiyanın, bərabəryanlı trapesiyanın yenə hər dəfə buna aid sual düşür. Körbucaq təpəsindən çəkilən hündürlük bunun oturacağını, böyük oturacağını 1, A üstə gəl B bölünsün 2, A çıxılsın B bölünsün 2-yə bölür. Buna bir dənə M desək, orta xətt. Bu da H olsa. Bura 45, bura 90-dırsa, bura da 45 olur. O zaman, görürsünüz, H ilə M bir-birinə bərabərdir. Yəni, S bərabərdir, H vurulsun M. Bunlar da bir-birinə bərabər olduğuna görə H kvadratı. Və bu bərabərdir 144-də. O zaman H nəyə bərabərdir?
12'ye. Bu olur 12. Burada olur 12. İndi 45, 45, 90'a görə 12, 12-dirsə 12 kök altında 2 eləyir. Cavab C. 19. Onu geniş bir yerdə çəkim. Orada həll edək. Aha. Verilənlər. Deyir ki, BDC 30'dur. Bura 30 dərəcədir. Ondan sonra bunu bilirik ki, bu 100% 90 dərəcədir. Və trapesiyanın xaricinə çevirə çəkilibsə, bu 100% bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyanın yalnız xaricinə çevirə çəkmək mümkündür. Başqa cür olmur. Bu 4'dür. Bu 4, bu 30'dursa, bu 90'dırsa, onda bura nə olur? Bura olur 60 dərəcə. Ondan sonra bərabər yanlı olduğuna görə bu qövslər bir-birinə bərabərdir. Çünki vətərlər bərabərdir. Qövslərin bərabərliyi bizə niyə yarayır? Çünki bura alfa, alfa desək, 2 alfa və 60'ın cəmi 180'dir. Demək, alfa 60 olur. 60'dırsa, demək, bu bizə nəyə lazımdır? Bu 60'dırsa, onda bu bucaq, çünki 60-60 olduğuna görə 60 olur. Bura 60'dırsa, bu bucaq 30 olmuş olur. Belə bir şey olur. İndi bizdən trapesiyanın sahəsini istəyir. Demək, bura 4'dürsə, bu da 4'dür, bu da 4'dür. İndi biz hündürlüyünü çəksək, əslində bu düzgün altı bucaqlığın yarısı olmuş oldu artıq. Çünki 60, 60, 120, 120. Bunu çəksəm, bunu belə çəksək, bura 4'dür axı. Çəksək, bura 60 isə, bu da 60'dır, bu da 60'dır. Bura 4'dürsə, bu da 4'dür, bu da 4'dür, hətta bu da 4'dür. Yəni, oturacaqları oldu, biri böyük oturacaq olaraq götürsək 8, kiçik oturacaq olaraq götürsək 4. Qaldı hündürlüyü tapmaq. Hündürlük də bu bərabər tərəfi üç bucağın hündürlüyüdür. Bərabər tərəfi üç bucağın hündürlüyü A kök 3 bölünsün 2, yəni 4 kök 3 bölünsün 2 edəcək 2 kök 3. Və ya buradakı, bunu da çəksək, 3 dənə bərabər tərəfi üç bucaq var, onun sayəsində görə gedə bilərik. S bərabərdir. 8 üstə gəl 4 bölünsün 2, vurulsun 2 kök 3, yəni 12 kök 3. A bəndə. Növbəti sual, 20-ci suala baxırıq. ABCD trapesiyasında AC CD-yə perpendikulardır, CH hündürlükdür. Perimetri 24 olan ABCD üçbucağın sahəsi ACD üçbucağın sahəsi bu hündürlük bunu 9-16 nisbətində bölür sahəni. Sahəni 9-16 nisbətində bölürsə, tərəf də 9-16 nisbətində bölür. Trapesiyanın hündürlüyünü tapın. Tapaq. Bura 9K, bura 16K desək, onda hündürlük eləyir 3, 4, 12K. Hündürlük 12K-dırsa, 3'ün 3 misli, 4'ün 3 misli, 5'in 3 misli, 15K bura eləyir. Sonra 3'ün 4 misli, 4'ün 4 misli, bu da 5'in 4 misli, burada 20K eləyir. İndi perimetri tapaq, perimetri yazaq, 15, 20 və burada 25. 25K üstə gəl. 15K üstə gəl 20K bərabərdir 24'ə. 24'dürsə neçə edir? 40, 60. 60K bərabərdir 24'dürsə K bərabərdir 24 bölünsün 60'a. Bizdən 12K'nı istəyir. İndi H bərabərdir 12K olduğuna görə 12 vurulsun 60'da 24. 60 ilə 12'ni ixtisar elədik. 12'yə burada qaldı 5. 24 bölünsün 5. Bu da 4'dan 5'də 4, yəni 4,10'da 8 eləyəcək. Sonra keçdik digər suala. 21. Kiçik diaqonalı kör bucağın tənböləni olan düzbucaqlı trapesiyanın kiçik oturacağı. Kiçik diaqonalı. Birinci bir düzbucaqlı trapesiya çəkək. Çəkdik. Kiçik diaqonalını da çəkdik. Aha. Kör bucağının tənbölənidir. Buranın tənbölənidir. Alfadırsa alfadır. Bu alfadırsa bu da alfadır. Onda burada bax bərabər yanına üç bucaq alınır. Sonra trapesiyanın kiçik oturacağı 6'dır. Böyük oturacağı 12'dir. Trapesiyanın sahəsində buradan hündürlük çəksək. Bura 6'dırsa, bu ümumi 12 olduğu gibi bu da 6'dır. Gördük ki bu hündürlük buranı yarıya böldü. Yəni həm də mediandır. O zaman
Bu alfadırsa bu da alfa. Onda bərabər tərəfi 3 bucağı alındı. Burada 6'dır, daha doğrusu burada 12'dir, bu da 12'dir. İndi bizdən hündürlüyün sahəsini istəyir, sahəsinin hündürlüyü lazımdır. Demək ki, bura 60'dır, bura 30'dur. 90'ın qabağındakı 12'dir, 30'un qabağındakı 6'dırsa 60'ın qabağındakı 6 kök 3'dür. Yəni, h bərabərdir 6 kök 3, b bərabərdir 6'ya, a bərabərdir 12. Burada oturacaqlar. İndi s bərabərdir 12 üstə gəl 6 bölünsün 2 vurulsun 6 kök 3. 8, 9, 6'ya vurduq 54 kök 3 bəyəndi. 22. Bərabəryanlı trapesiyanın sahəsi 240, orta xəttin uzunluğu da 40'dır. Çəkək bir dənə burada yenə trapesiyamızı. Bərabəryanlı trapesiya. Sahəsi 240'dır. Orta xəttin uzunluğu da 40'dır. Yan tərəfin uzunluğu 10'dur. Buradan bir dənə hündürlük çəksək, bura 10'dur. Orta xətt buradır. Bura orta xətt deyə bilərik. Çünki bərabəryanlı trapesiyada yenə körbucaq təpəsindən çəkilən hündürlük buranı 60 bölünsün 2'yə bölür. Yəni bura 40 olmuş olur. Hündürlüyə də h desək, s bərabərdir 40 vurulsun h, 240 olduğuna görə h bərabərdir 6. Bura 6'dırsa, onda bura nə olur? Bura 8 olur. Bizdən böyük oturacağın uzunluğunu istəyir. 40, bu da 8, eləyəcək 48. 23. Bərabəryanlı trapesiyanın sahəsi 160, orta xəttin uzunluğu 40'dırsa, yan tərəfin uzunluğu 5'dirsə, eyni sualdır da, bunu özünüz yazarsınız artıq. 24. Oturacaqları BC və AD olan ABCD bərabəryanlı trapesiyasında trapesiyasının daxilinə çevrə çəkilib. Aha. Trapesiyamızı da çəkək. Deyək ki, bu. Tutaq ki, daxilində də çevrə var. İndi çevrəni çəkmirəm hələ ki. O mərkəzli çevrə çəkmək lazımdır. Çünki orada artıq üçbucaqdan danışır. Bu da bizim, tutaq ki, çevrəmiz. Məsələn. İndi trapesiyanı biraz ona uyğunlaşdırarıq. Deyək ki, bu. Çəkdik. Deyir ki, mərkəzi odur. SAOB, bir dənə yazım indi buradan. A, B, C və D. Bu da O nöqtəsidir. AOB-nin sahəsi 20'dir. Bunu belə birləşdirdik. Bunun sahəsi 20'dirsə, ABCD-nin sahəsini tapın. Bunun sahəsi 20'dirsə, biz buradan bir dənə belə bir xət çəksək, bu, onun həm hündürlüyüdür, bu üçbucağın, həm də radiusdur. İndi bura bir dənə A desək. Bilmirik da nədir. Bu üçbucağın sahəsi odur da bura. SAOB bərabərdir 20 verilib bizə. İndi bunun SAOB o deməkdir ki, 2'də 1 A vurulsun R bərabərdir 20'yə. Yəni A vurulsun R bərabərdir 40'a. Bura A'dırsa bu da A'dır. O zaman bunun qarşı tərəflərin cəmi 2A'dırsa, oturacaqların cəmi də 2A'dır. Çünki dördbucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Yəni, x üstə gəl y bərabər olur 2A-ya. O zaman və biz buradan hündürlüyünü də çəkmək istəsək, hündürlük bu çevrənin diametridir. R-dirsə R-dir. H da bərabərdir 2R-ə. İndi yazaq, S bərabərdir. X üstə gəl y bölünsün 2 vurulsun H. Yəni 2A vurulsun 2R bölünsün 2. 2'nin bir ixtisar 7, qalacaq 2AR. AR-i də 40 olduğunu tapmışıqsa 2 vurulsun 40 bərabər olur 80'ə. 25. Oturacaqları BC və AD olan bərabəryanlı trapesiyanın daxilində çevrə çəkilibdir. Bu səfər ABC'də 100 olarsa AOB-nin sahəsini tapın deyir. Nə edirik biz burada? 4'ə bölürük. Biraz əvvəl burada göstərim. Nə idi burada? Bu 80'dirsə 4'də 1'i oldu bu. Bu da 100'dirsə, gəlib həmən şeyi çıxacaq, 4'də 1'i 25 edəcək. Özünüz yazarsınız onu. 26. Çevrə xaricinə çəkilmiş bərabəryanlı trapesiyanın oturacaqları 8-18 isə onun sahəsini tapın. Tapaq. Çevrə xaricində bərabəryanlı trapesiya var. Yəni, bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilib. Bu o deməkdir. Aha. 26'nı yazırıq. 8 və 18 bunun oturacaqlarıdır. Buradan biz bir dənə
hündürlük çəksək, bilirik ki, daxilində çevrə varsa, bunun qarşı tərəflərinin cəmi bərabərdir. Bura x desəm, burada x-dir. Və 2x bərabərdir 8 ilə 18-in cəminə 26-ya x bərabər olur 13-ə. Bura olur 13. Bu da olur 13. Bu birinci mərhələ. İkinci mərhələ. Hündürlük çəkdik. Hündürlük bərabər yanlı olduğuna görə kör buzaq təpəsindən çəkiləndə oturacaqları fərqinin yarısına bölür buranı. 18-dən 8 çıxı 10, yarısı elədi 5. Pifagor teoreminə görə bura 13, bura 5-dirsə, h kvadratı bərabərdir 13-ün kvadratı çıxılsın 5-in kvadratı eləcək 12-nin kvadratı. Yəni h olur 12. H 12-dir, oturacaqlar cəmi də var. S bərabərdir 8 və 18-in cəminin yarısı vurulsun h, yəni 12. 13 vurulsun 12 eləcək 156. 26-nın cavabı. Keçdik 27. Çevrə xaricə çəkilmiş bərabər trapesiyanın oturacaqları 9-25 var. Eyni sualdır. Oturacaqları 12 və 18, diagonalları isə qarşılıqlı perpendikullarla bərabər trapesiyanın sahəsini tapın. Tapaq. Bərabər yanlı trapesiya çəkdik. 29-cu sualı yazırıq. Daha doğrusu 28-ci sualı yazırıq. Diagonallar da qarşılıqlı perpendikulyardır. Bu bizə nə verir? Diagonalların qarşılıqlı perpendikulyar olması hündürlüyün orta xəttə bərabər olması deməkdir. Yadda saxlayın. Bərabər yanlı trapesiyada əgər diagonallar perpendikulyarsa h bərabərdir. Bura b, burada a deyək. A plus b bölünsün 2-yə. O zaman s bərabərdir h kvadratı yaza bilirik. Və ya a plus b bölünsün 2-nin kvadratı yaza bilirik. İndi oturacaqları 12 ilə 18-dirsə, bura 12, bu da 18-dirsə, onda s bərabərdir 18 üstə gəl 12 bölünsün 2-nin elə kvadratı. Yəni 30-un yarısı 15, 15-in kvadratı 225 eləyəcək. 29 da eyni tip sualdır. 16 ilə 20-ni toplayıb yarıya bölüb kvadrata yüksəldəcəksiniz. 30. Bərabər yanlı trapesiyanın sahəsi 4 kök 3-dür. Kiçik oturacağı 3-dür. Bərabər yanlı trapesiya. Çəkək burada bir dənə. Bərabər yanlı trapesiya. Görək sualda nə soruşur bizdən. Aha. Bərabər yanlı trapesiyanın sahəsi 30-dur. Daha doğrusu 4 kök 3-dür. Yan tərəfin böyük oturacaqla əmələ gətirdiyi bucaq 60 dərəcədir. Kiçik oturacağı 3-dür. Burada bir dənə hündürlük çəksək. Bura mən x desəm, 30-un qarşısında durduğuna görə. 60-ın qarşısında duran olacaq x kök 3 olacaq. Bu 1. Sonra buradan bir dənə də bir xətt çəksəm. Bura olur x, bu da olur 3. Görürsünüz, bu olur orta xətt. Hər zaman deyirik bunu. Bərabər yanlı trapesiyada kör bucaq təpəsindən çəkilən hündürlük böyük oturacağı 2 hissəyə bölür. Biri a plus b bölünsün 2 eləyir. Burada a çıxılsın b bölünsün 2 eləyir. Yəni bu orta xətt. Orta xətt vurulsun hündürlüyü bizə verir sahəni. Yəni x üstə gəl 3 vurulsun x kök 3 bərabərdir 4 kök 3-ə. Kök 3-lər gedəndə x vurulsun x üstə gəl 3 4-dürsə x-in burada bir qiyməti 1-dir. Yəni tənliklə necə tapırıq? X kvadratı üstə gəl 3x çıxılsın 4 bərabərdir 0. Uzatmadan birini 1, birini də mənfi 4 olaraq götürürük. Yəni bura 1-dir, bura da 1-dir. Bizdən də böyük oturacağı istəyir. 1 üstə gəl 3 üstə gəl 1, yəni eləyəcək 5. Cavabı 5. 31-ci sual. Yer açın. Bərabər yanlı trapesiyanın sahəsi 12 kök 3-dür. Bərabər yanlı trapesiya çəkək bir dənə. Sonra bucağı 30 dərəcədir. İti bucağı. Böyük oturacağı 13-dür. Bura 60-dır. İndi bizdən kiçik oturacağı istəyir. Böyük oturacağı 13-dür bura. Bilirik ki, kör bucaq təpəsindən çəkilən hündürlük böyük oturacağı həm a plus b bölünsün 2-yə bölür, həm də a minus b bölünsün 2-yə bölür. Yəni, bura orta xətt olmuş olur. İndi bunu necə eləyək? Bura məsələn mən x desəm, bura olacaq 13 çıxılsın x. 60-ın qabağındakı x, 30-un qabağındakı x bölünsün kök 3-dür. Bir-birinin kök 3 mislidir. Bura olacaq x bölünsün kök 3. İndi bunları bir-birinə vurub 12 kök 3-ə bərabər edirik. Yəni, 13 çıxılsın x-i biz x bölünsün kök 3-ə vurub 12 kök 3-ə bərabər eləyə bilirik. Hər tərəfi kök 3-ə vursaq nə olur?
X vurulsun 13 çıxaq X bərabərdir 12 vurulsun 3 36 eləyəcək. Yəni köksə vurdum bura. 13x çıxılsın x kvadratı bərabərdir 36. Yəni x kvadratı çıxılsın 13x üstəgəl 36 bərabərdir 0. Bunun da kökləri uzatmadan biri 4, biri də 9-dur. İndi çünki toplayanda 13 vuranda 36. Görək hansı ödəyir. Məsələn, bura mən 4 yazsam, 13 çıxılsın 4, eynisi burada da olacaq da. Burada 13 çıxılsın 4 edir. Yəni 4, 4, 8, bura qalır 5, bu da eləyir 5. Bu halda olur 5. 9 yazsaq, 13-dən 9 çıxdım. Bura elə bir ki 9. Burada 9 eləyəndə 18 eləyir. 13-dən 18 sonra mənfi 5 eləyir. Olmaz da, bu olmaz. Tərəf mənfi olmaz. Ona görə x-in 9 qiyməti ödəmir, 4 qiyməti ödəyir. O zaman kiçik oturacaq eləyir 5. Digər sual. 32. Yan tərəfləri və kiçik oturacağı 8. İti bucağı 60 dərəcə olan trapesiyanın sahəsini tapın, tapaq. Yan tərəfləri və kiçik oturacağı 8. Elə bir trapesiyadır ki, bu 3 tərəfi bir-birinə bərabərdir. Çəkdik. Təxminən bu. Aha. Yan tərəfləri və kiçik oturacağı 8. Bax, bura 8, 8, 8 və iti bucağı 60-dır. 60-dırsa trapesiyanın sahəsini bizdən istəyir. Buradan bir dənə xət çəkirəm. Bu olur 30. 30-un qarşısında duran, daha doğrusu 90-ın qarşısında duran 8, 30-un qarşısında duran 4-dür, 60-ın qarşısında duran 4 kök 3-dür. Buradan eyni şeyi çəksək, burada var 4-dür, bura olur 4 kök 3-dür. İndi bizdən bura 90-dır, burada 90-dır, bura olur 60. Bu əslində bərabər yanlı, daha doğrusu düzgün altı bucaqlığının yarısı olmuş olur. Görürsünüz 60, 120, 120, 60. Yəni, buradan mən bir dənə belə bir xət çəksəydim, göstərim onu. Bunu silirəm, bu hündürlüyü çəkməyim. Bu tərəfə 8-ə paralel bir dənə xət çəkirəm buradan. Onda bu 8-sə, burada 8-dir. Sonra bu 60-dırsa, bu 60-dırsa, bu da 60-dır, paralel olduğuna görə. Bu da bərabər tərəfi 3 bucağa mənə gəlir. Bu 8-sə, bu da 8-dir, bu da 8-dir. Onda böyük oturacaq eləyir 16, kiçik oturacaq eləyir 8, hündürlüyü də tapmışıq 4 kök 3. S bərabərdir 16 üstə gəl 8 bölünsün 2 vurulsun 4 kök 3. 24, 2-yə də vurduq 48 kök 3 eləyəcək sahəsi. Sonra köküsü də 1,7 verdiyinə görə bizə bu 48 kök 3 tapmışdıq. 48 kök 3-ü 48-i də vururuq təxminən 1,7-yə. Bunu da hesab 48 də 1,7-yə vuranda eləyəcək 81,6. Digər sual. 73 və daha doğrusu 33. Yan tərəfləri kiçik oturacağına bərabər olan trapesiyanın iti bucağı 30 dərəcədir. Bu səfər kiçik bucağı 30, iti bucağı 30 dərəcədir. İndi bunu tapaq, görək bu nə deyir. Yan tərəfləri kiçik oturacağına bərabərdir. Bu da elə bir trapesiyadır ki, 3 tərəfi bir-birinə bərabərdir. Bucaq da 30 dərəcədir. Tutaq ki, bu olsun belə. Bunlar bir-birinə bərabərdir. Yəni, bura x-dirsə, bu da x-dir, bu da x-dir, bura 30-dur. İndi görək nə eləyəcək o. Buradan bir dənə hündürlük çəkdik. İndi 90-ın qabağındakı x, 30-un qabağındakı x bölünsün 2-dir. 60-ın qarşısındakı x kök 3 bölünsün 2-dir. Buradan bir dənə də hündürlük çəksəm, bura x olmuş olur. Bura nə olur? Burada x kök 3 bölünsün 2 olmuş olur. İndi sahəni hesablayaq. Oturacaqlar x kök 3 və x. 2 dənə x kök 3 var deyə yarıya bölməklə. Yəni, belə deyim. Bura ümumi adı da. A bərabərdir. X kök 3 bölünsün 2 vurulsun 2 üstəgəl x. Yəni, x kök 3 üstəgəl x-dir. B x-dir, h da x bölü 2-dir. S bərabərdir. X kök 3 üstəgəl x. Bu oldu A. Üstəgəl x oldu B. Bölünsün 2 vurulsun x bölünsün 2. İndi bu nə eləyir? 4-də x kvadratı kök 3 üstəgəl bu 2x-dir. 2x kvadratı. Bu bərabər olub 72 üstəgəl 36 kök 3-ə. Buradan da x kvadratını çıxartsam mötərizə xaricinə qalır. 2 üstəgəl kök 3 bölünsün 4 bərabərdir. Buradan 36-nı çıxardıram.
2 üstəgəl kök 3-ə. Yəni bu 72 üstəgəl 36 kök 3-dən 36-nın mötərizə xaricində çıxaranda 2 üstəgəl kök 3 eləyir. Bu 2 üstəgəl kök 3-lər ixtisar gedir. Və x kvadratı bərabər olur 36 vurulsun 4, 144, x elədi 12. Bizdən kiçik oturacağı istəyir, bu da 12. 34. Diaqonalı 10 olub, böyük oturacaqla 15 dərəcə buzaq əmələ gətirən bərabəryanlı trapesiyanın sahəsini tapın. Bərabəryanlı trapesiya çəkdim. Diaqonal 10-dur, böyük oturacaqla da 15 dərəcəli bucaq əmələ gətirir. Tutaq ki, belə bir trapesiyadır. Bura 10-dur, bu da 15-dir. Bizdən trapesiyanın sahəsini istəyir. Yəni, H yazsaq, yəni hündürlük çəksək. Bura orta xətt olur, hər zaman da təkrar deyirik artıq. A üstəgəl B bölünsün 2-dir, bu da hündürlükdür. Bizə lazımdır H vurulsun M. Bizə bu lazımdır. İndi bunu necə tapa bilərik? Bunu trigonometriya ilə çox rahat tapa bilərəm. Necə tapa bilərəm? Yazıram sinus alfa bərabərdir H bölünsün, yəni bu alfanın yerinə 15 yazacağım da, 10. Kosinus alfa bərabərdir, bu da M bölünsün 10. Bizə bu ikisinin hasili lazımdır. İndi H bərabərdir sinus 15 vurulsun 10-a. M bərabərdir kosinus 15 vurulsun 10. Alfanın yerinə 15 yazdım. Bizə bunların hasili lazım olduğuna görə 10 vurulsun sinus 15 və kosinus 15. Bu ikisi 2-də 1 sinus 30 eləyir. Yəni 100 vurulsun 2-də 1 sinus 30. Sinus 30 da 2-də 1-dir. 100-ü 4-ə bölürük də, elə təsəvvür edeyim. Bu da eləyir 25. Cavab 25, 34-cü sual. 35 də eyni tip sualdır. 75 də 15 dən hesablaya bilərik. Yazım onu da. Deyir ki, diaqonalı 12-dir. Böyük oturacaqla 75 dərəcə bucaq əmələ gəlir. Eyni qayda ilə, biraz əvvəl yazdığım, bundan əvvəlki sualla. Bura H, burada M deyirik. Yazıram buradan. Sinus 75 bərabərdir H bölünsün 12-yə. Kosinus 75 bərabərdir M bölünsün 12-yə. Və buradan H bərabərdir 12 vurulsun sinus 75. M bərabərdir 12 vurulsun kosinus 75 yazanda S MH-dır. Yəni orta xəttlə hündürlüyün hasilidir. 12 vurulsun 12 sinus 75 kosinus 75. İndi bu edir 144 vurulsun. Bu da 2-də 1 sinus 150. Sinus 150 de sinus 30 deməkdir. 2-də 1, 2-də 1, 4-də 1. 144-ü də 4-ə böləndə eləyəcək 36. Ondan sonra 37-ci sual. Bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilib. Bərabəryanlı trapesiyamız var. Daxilinə çevrə çəkilib. Bir dənə bərabəryanlı trapesiyada çəkək. 37. Aha. Toxunma nöqtəsi yan tərəf uzunluqları 1-4 olan parçalara ayırarsa. Təxmini belə bir şey çəkim. Tutaq ki. Biraz səliqəsiz də olsa. Yan tərəfləri 1-4. Burada 1 olur. Və bərabər yanlı olduğuna görə burada 1-4 olduğuna görə burada 1-4-4 olur. Niyə bunlar belə oldu? Çevrə xaricində götürülmüş nöqtədən çevrəyə çəkilən toxunanların uzunluğuna görə. 1-dirsə 1-dir, 4-dürsə 4-dür, 4-dürsə 4-dür. Trapesiyanın sahəsini istədim. Yəni, indi oturacaqlar var əlimizdə. Biri 2-dir, biri 8-dir. Hündürlüyü çəkib tapmaq lazımdır. Hündürlüyü də necə edirik? Bura 8-dir, bura 2-dir. 8 çıxılsın 2, 6 bölünsün 2, 3. İndi yan tərəf 5-dir. Bura 3-dürsə hündürlük eləyir 4. Pisagor teoreminə görə. İndi S bərabərdir. 8 üstə gəl 2 bölünsün 2 vurulsun 4. Yəni 20 eləyəcək. 38. Düzbucaqlı trapesiyanın bu səfər daxilinə çevrə çəkilib. Birinci çevrəni çəkib eləyərik. Yer açın burada. Aha. Birinci çevrəni çəkim. Çünki düzbucaqlı trapesiyanın daxilinə çevrə çəkilib. O düzbucaqlı çevrəmiz. İndi düzbucaqlı trapesiyanı çəkim.
Bu bir. Sonra xəttləri yaxınlaşdırarıq. Əsas xəttlər burada olsun hamısı. Aha, biri də bu. Deyək ki, belə bir şey. İndi bu xəttləri düzəldək. Bunu birləşdirdik bura. Bunu birləşdirdik buna. Bura qısaltdıq. Bu da böyük oturacaqdır. İndi bunu bir balaca belə çəkib, bunu da yaxınlaşdıra bilərik. Oldu. İndi bizə nə deyir? Düzbucağı trapesiyanın daxilına çəkilən çevrə trapesiyanın yan tərəfinin uzunluqları 2,8 olan iki parça. Bura olmaz. Bura bərabər bölünməlidir. Buradır yəqin ki. 2,8 bura olmuş olur. Trapesiyanın sahəsini istəyir bizdən. İndi bura 2-dirsə, bu da 2-dir. Bu 8-dirsə, bu da 8-dir. İndi buradan bir dənə belə bir xətt çəksək, görək bura neçə edir. Bu 2-dirsə, bax, toxunma nöqtəsi ilə bura qədər 2-dirsə, toxunma nöqtəsi ilə bura qədər də 2-dir. Bu 8-dirsə, bura olur 6. Bu 10-dursa, bu olur 8. Bu 8-dirsə, bura da 8-dir. Və bu 8-dirsə, burada yarıya bölünür bunlar. 4, 4. Çünki perpendikular olduğuna görə. Bu 4-dürsə, bu da 4-dür. Bura da 4-dür. Toxunma nöqtələrinə qədər olan toxunanın uzunluqları. İndi oturacaqlar. Bura 6 oldu. 4, bu da 8. Bura 12 oldu. Hündürlükdə 8 oldu. S bərabərdir 4 üstə gəl 12 bölünsün 2 vurulsun 8. Yəni 64. Digər sual 39. Kiçik oturacağı 6 kök 4-cü dərəcədən 3. Və yer açaq. Yenə trapesiya. Kiçik oturacağı 6 kök 4-cü dərəcədən kör bucağı 120 olan bərabəryan trapesiyanın diaqonalı iti bucağının tənbölənidir. Aha. Bu deməkdir ki, yan tərəflə kiçik oturacaq bir-birinə bərabərdir. İzah edeyim. Bunu çəkdik. Bu tənböləndirsə, demək, bura alfadırsa, daxili çarpaz olduğuna görə burada alfadır. Bundan bu bərabərdir və bərabər yanlı olduğuna görə üçü də bir-birinə bərabərdir. Kör bucağı 120 dərəcədirsə, yenə burada düzgün altı bucaqlının yarısı olmuş oldu bu. Yəni, bura 60-dır, 30 bölünür bura, burada 30-dur, bu 90-dır, bura 60-dır, belə bir şey alındı. Kiçik oturacağı 6 vurulsun kök 4-cü dərəcədən 3-dürsə, trapesiyanın sahəsini soruşur. İndi, bura nədirsə, bu onun 2 mislidir. Çünki belə birləşdirsəm, birləşdirim, göstərim. Onu belə birləşdirsəm, yəni buna paralel bir xətt çəksəm, bura 60-sə, bu da 60-dır. 6 vurulsun kök 4-cü dərəcədən 3-dürsə, burada 6 vurulsun kök 4-cü dərəcədən 3-dür. Çünki bunların bu yan tərəflər kiçik oturacağı bərabərdir. Bu da olur. 6 kök 4-cü dərəcədən 3. İndi qaldı hündürlüyünü tapmaq. Hündürlüyü də bərabər tərəf üç bucağının hündürlüyüdür. A kök 3 bölünsün 4-ə görə. Yəni 6 kök 4-cü dərəcədən 2, daha doğrusu bura. Vurulsun kök 3 bölünsün 2. Bu oldu hündürlük. Belə saxlayayım. Oturacaqlar cəminin yarısı. İndi yazaq. S bərabərdir. Oturacaqları 6 kök 4-cü dərəcədən 3, 12 kök 4-cü dərəcədən 3, bölünsün 2, vurulsun h-da budur. Yəni 6 kök 4-cü dərəcədən 3, vurulsun kök altında 3, bölünsün 2. Əcayip bir şey alınır. İndi burada nə alınır? 6, 12, 18 kök 4-cü dərəcədən 3. Yazıram. 18 kök altında 4-cü dərəcədən 3. Gəlin bu sol tərəfdə bir dənə bir yer açın. Belə sıxışıq olmasın burada. O belə. İndi bu elədir 18 kök 4-cü dərəcədən 3 vurulsun bunlar. 6 kök 4-cü dərəcədən 3 vurulsun yenə kök altında 3 bölünsün 4. İndi 18 ilə 4-ü ixtisar elədik, burada qaldı 2, burada qaldı 9. 6 ilə 2-ni ixtisar elədim, burada qaldı 3. Qalanı yazaq. 3 vurulsun 9. İndi kök 4-cü dərəcədən kök 4-cü dərəcədən 3-ə vuranda kök altında 3 eləyir. Bir dənə də kök altında 3 var. Bu nə eləyir indi? 3 vurulsun 9 vurulsun, bu da 3 eləyir. Yəni elədi 81. Digər sual 40. Kiçik oturacağı bununla eynidir də deyəsən, baxın. İti bucağı 60 olan bərabər, yəni eyni şeydir uşaqlar.
Yəni burada kör bucağı 120-dir, eyni şeydə kör bucağı 120 deməkdir. Eyni qaydanı yazacaqsınız. Sadəcə 6 kök 4-ün üzərindən 3 yox, 8 kök 4-ün üzərindən 3 yazacaqsınız. Uzatmayaq. 41-ci sual. Diaqonalları perpendikular olan bərabəryanlı trapesiyanın hündürlüyü 6-dırsa sahəsini tapın, sahəsi 36 edir. Niyə? Əgər bərabəryanlı trapesiyanın diaqonalları perpendikularsa h bərabərdir a plus b bölünsün 2 olmuş olur. Yəni orta xəttin özünə bərabərdir. O zaman s bərabərdir h vurulsun bu ilə h kvadratı deməkdir. Eləcək 36. Sonra 42. Diaqonalları perpendikular olan bərabəryanlı trapesiyanın hündürlüyü 7-dirsə sahəsi 49 olacaq. 7-nin kvadratı 49 olacaq. Gəldik 43-cü suala. Deyir ki, nə deyir? Sahəsi 80 olan ABC trapesiyasında M-in orta xətti olarsa iştiqlənmiş hissənin sahəsini tapın. Rəngin dəyişim, burada nə ilə? Qırmızı ilə yəqin ki olar. İndi, bu üçbucaqda bu orta xətt. Orta xətt, trapesiyanın orta xətti. Burada alınan üçbucaqların hamısının orta xəttidir. Bura biz x desəm, bura olacaq 3x. Sahələr nisbəti belə bölünür. Sonra, eynisini bu üçbucaq üçün tətbiq etsək, bura y desək, bura olacaq 3y. Sonra burada yazsam, bura z olsa, burada olacaq 3z. İndi bizə nə veribdir? Bura 4x, bura 4y sahələr. Bu da 4z-dir və bunun sahəsi nədir? 80-dir. 4-ə bölsək hər tərəfi x üstə gəl, y üstə gəl, z bərabər olur 20. Elə bizə də bu iştiqlənmiş hissənin sahəsini istəyir da 20. Sonra keçdik digər suala, 44-cü sual. Oturacaqları cəmi 5, trapesiyanın kiçik diaqonalının uzunluğu 3, böyük diaqonalının uzunluğu 4 olarsa trapesiyanın sahəsini tapın deyir. Görək nə veribdir, nə soruşur. Çəkək burada. Trapesiya. Bura B, bura A desək, A üstə gəl B bərabərdir 5. Diaqonalının uzunluğu 3. Kiçik diaqonalının uzunluğu. Tutaq ki, bu kiçik diaqonaldır, bu da böyük diaqonaldır. Kiçik diaqonalının uzunluğu 3-dür, böyük diaqonalının uzunluğu 4-dürsə trapesiyanın sahəsini tapın. Burada artıq belə bir şey görünür. Baxın, mən sizə belə bir şəkil çəkim, bunları sileyim. Şərti oxuyandan sonra göründü. Bir dənə özüm belə bir trapesiya çəkim. Olsun belə. Bu kiçik diaqonal, bu da böyük diaqonal. İndi, bura A-dır, bura B-dir. Kiçik diaqonal 3-dür, böyük diaqonal 4-dürsə, belə bir şey düşünsək. Məsələn, bunu belə uzadıram. Bu, paralel bir dənə xətt çəkirəm burada bir dənə. Böyük diaqonala paralel bir xətt çəkdim, gəldi, düşdü bura. Bu 4-dürsə, bura da 4-dür. Kiçik diaqonal 3-dürsə, bu qaldı yerində. İndi, bura A-dır, burada baxın, paralellik var da burada. Bax, bu xəttə paraleldir. Bura A-dırsa, bu da A-dır. Və A plus B nəyə bərabərdir? A plus B, oturacaqları cəmin verib də 5-dir. Burada nə alınır? Bu demək ki, bu perpendikulyardır. Favorit üçbucağı alınır. Bu 90-dırsa, bu da 90-dır. İndi bizdən nə istəyir? Trapesiyanın sahəsini istəyir. Trapesiyanın sahəsini tapmaqdan ötürü oturacaqlar cəmi var. Hündürlük lazımdır bizə. Hündürlüyü də düzbucaqlı üçbucağın piton çəkilmiş hündürlüyünə görə tapaq. H bərabərdir. AB bölünsün C. 3 vurulsun 4 bölünsün 5. Yəni 12 bölünsün 5, 2 tam onda 4. O zaman S bərabərdir. 5 vurulsun, 5 bölünsün 2 vurulsun 2 tam onda 4. Yəni, bunu da belə düşünək. 5 bölünsün 2, yəni oturacaqları cəmi 5-dir deyə yazdım belə. Bu da 2 tam onda 4 nədir? 5-də 12. Bunlar ixtisar getdi. 12-ni də 2-yə böldük 6. Sahə elədi 6. Gəldik 45-ci suala. Trapesiya ilə rombun hündürlükləri və sahələri bərabərdir. Trapesiya ilə rombun hündürlükləri və sahələri bərabərdir. Çəkək buradan bir dənə, yer açın buradan birinci. Bir dənə trapesiya, bir dənə də romb çəkək. Bu trapesiya, bu da romb. Ona yaxın bir yerdə çəkirəm ki, hündürlüyün bərabər olduğu da görülsün. Tutaq ki, bu. Həm sahələri bərabərdir, həm də hündürlükləri bərabərdir. Hündürlüyü h-dırsa, bu da h-dır.
Aha. Trapeziyin oturacaqları 2, 8'dir. O zaman S bərabərdir 2 üstə gəl 8 bölünsün 2 vurulsun H. Bu da A olsa, S bərabərdir A vurulsun H. Bunlar bir-birinə bərabərdir deyir. 10 2-yə böldük 5, H bərabərdir AH olanda H-lar ixtisar gedir, A bərabər olur 5-ə. Rombun perimetrini bizdən istəyir. P bərabərdir 4A olduğuna görə 4 vurulsun 5, o da eləyəcək 20. Növbəti sual. Trapeziya ilə rombun hündürlükləri sahələri bərabərdir. Yəni, eyni sualda da özünüz taparsınız. 47. ABCD düzbucağı trapeziyasında həm də bu perpendikulyardır. DC A-dır. AD A üstə gəl 2-dir. AB 3A üstə gəl 1 isə trapeziyanın sahəsini tapın. Tapaq. Biz buradan bir dənə belə bir şey çəksək, hündürlük çəksəm. Burada olur A üstə gəl 2. Bura olur A. Ümumi uzunluğu 3A üstə gəl 1 idisə, bura olacaq 2A üstə gəl 1. Yenə 3A üstə gəl 1 olur. İndi düzbucaqlı trapeziyada bura H, bu da MN olaraq. Belə bir qaydamız var idi. H kvadratı bərabərdir MN düsturu düzbucaqlı trapeziyada. Ondan istifadə edib indi tapaq. Yəni, A üstə gəl 2-nin kvadratı bərabərdir A vurulsun 2A üstə gəl 1. Buradan A-nı tapaq indi. A kvadratı üstə gəl 4A üstə gəl 4 bərabərdir 2A kvadratı üstə gəl A. Hamısını bir tərəfə keçirəndə A kvadratı mənfi 4A müsbət A çıxılsın 3A çıxılsın 4 bərabərdir 0. Uzatmadan bunun biri mənfi 1-dir, digəri müsbət 4 olacaq. Yəni A oldu 4. Demək, oturacaqlar onda biri 4-dür. 3A üstə gəl 1 olduğuna görə 3 vurulsun 4, 12 üstə gəl 1, 13-dür. Hündürlüyü də A üstə gəl 2, yəni 6-dır. O zaman S bərabərdir. 4 üstə gəl 13 bölünsün 2 vurulsun 6. 17 vurulsun 3, 51. Eyni sualda 48, özünüz yazarsınız. 49. 49'dan da 50 bir-birinə oxşar sualdır. 49'u yazın. Götürün bunu biraz geniş bir yerde yazın. Birdən ehtiyac olar geniş yerə. Aha. Daha böyük. Nə verib, nə soruşur? AB 16'dır oldu. Kosinüs ADC. Bu bucağın kosinüsü 15 bölünsün 17'dir. Yəni bunu belə bir dənə xət çəksəm. Aha. Bizə deyir ki, trapeziyanın sahəsini tap. Bu da düzbucaqlı trapeziyadır. Bura mən yazıram 15K, burada yazıram 17K. Onda bura nə olur? 15-17 isə bura olur 8K. Kosinüsə görə yazılır. Yəni kosinüs alfa nədir? Bitki katit bölünsün hipotenuz. Bu da 15-17-dirsə 15-17K. Və 16 8K-ya bərabərdir. 8K bərabərdir 16-dırsa K bərabərdir 2. K 2-dirsə bura olur 34. Məsələn, indi sahəni tapa bilərik. Necə tapırıq? Əgər dördbucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabərdir. Yəni, A üstə gəl B bərabərdir elə 16 üstə gəl 34-ə. Yəni, 50-yə. H da bərabərdir 16-ya. Bu. S bərabərdir. A üstə gəl B bölünsün 2 vurulsun H. Yəni, 50 bölünsün 2 vurulsun 16. 8-i də 50-yə vurduq. Elədir 400. Sahəsi 400. Növbəti sual. Bu da onun kimidir. 51-i yazaq biz. 51-i də götürün, kənarda bir yerdə yazın. Geniş bir yerdə yəni. 51. Aha. Nə verib, nə soruşur? Deyir ki, trapeziyada AC diaqonalı BAD-nin tənbölənidir. Yəni, bax, bura alfadırsa, bura da alfadır, bura da alfadır. Onda bunlar bir-birinə bərabərdir. Bu 1. SABC bölünsün SABCD 5-in 2-yədir. AB 8-dir, bu da 8-dir. İndi, bizdən nə istəyir? AD-ni istəyir. X deyək bura. Bu diaqonalı bizə boşuna verməyib. Diaqonalı bizə niyə verib? İndi ABC-nin sahəsi bölünsün ABCD-nin sahəsi. Buradan bir dənə hündürlük çəksəm, bu H. Bu H, bu üçbucaq üçün də eynidir da. H desək. Aha. İndi SABC bərabərdir. 2-də 1. H vurulsun 8. Bu edir 4H.
İndi bir də SABCD isə, yəni trapesiyanın sahəsi, bu da bərabərdir 2-də x üstə gəl 8 vurulsun h. Və bunların nisbəti, indi yazıram. 4h bölünsün, x üstə gəl 8 bölünsün 2 vurulsun h və bu bərabərdir 2-nin 5-ə nisbəti. H-lar ixtisar getdi. 4-dən də bu 2-ni ixtisar elədim, burada qaldı 2. 2 qalxır yuxarı, 4 bölünsün, x üstə gəl 8 bərabərdir 1 bölünsün 5. Yəni, x üstə gəl 8 bərabərdir 20-yə. X bərabərdir 12-yə. Demək ki, böyük oturacağımız 12 imiş.